Sağ ol qadınım, yaxşı olasınız. Harda zəng eləmişdiniz? Tula'dan. Mütəllimdir. Aha, Tula Rusiyanın şəhər deyilmi? Hə. Laf yaxşı. İndi hazırda özünüz necəsiz? Şükür Allah, yaxşıyam. Biraz yadına sala bilərsənmi, niyə ağlayırdın? Həmin günlər yadına düşürmü? Hə. Nədən ötəri? Nə bilmək. Ağladığına peşmansanmı? Sənə təsir edən nə idi o qəribçilikdə? Sizi kimi bizim nə qədər Azəri millətlərimiz var. O işlərin sizdən birdən yox olması, möcüzələrin olması ki, yəni ailəm başsız qalacaq, öləcəm, yadına salırdın, yeməkdən də kəsilirdin. Bu sən idinmi? Bəli. İndi ümidin varmı yaşamağa ki, yəni sən ölməyəcəksən? İnşallah var. Anan bilirmi, sevinirmi? Anam dünən bildi, anam dünən ağlayırdı. Niyə ağlayır? Sənin sağalmağına mı ağlayır? Ya bir xəbəri yox idi də, deməmişdim. Başı öz qohumlarımıza deməmişdim. Nə qardaşım bilirdi, qardaşım banisi də o apreldən sonra bildi. Bildi ki, xəstəliyin adı nə idi? O qardaşım bildi. Bildi, dedim ki, bəs yüngül oldu da beləsinə. İndi analizlərin cavabları yaxşı çıxdı dedim. Şükür. Allah var, möcüzələr var. Xəstəliyin adı nə çıxmışdı səndə? Rak. Bunun sağalması möcüzədir, düzdür. Analiz də çıxardı, şiş də götürüldü. Ancaq sən müalicə, operasiyaya girdin, həkim də mətəl qaldı ki, sən qutarmırsan, bu şiş necə oldu? Həkimin özünə də umud oldu, yoldaşın da sevindi. O qəribçilikdə bir evladım var, geç həyat qurmusunuz. Sizi kimi bizim Azəri oğlanlarımız, evlatlarımız gedirlər. Hara gedirlər? Bir vətən yadınıza düşdün ki, geri də qayıtmaq lazımdır. Neçə ildir o şəhərdə yaşayırsan? 32 il. 32 ildir. Mən sizə baxanda dedim ki, siz taxıllığa nəyə gedirsiniz? Taxıllıqda kimə yardım edirsiniz? Orada göstərildi ki, o yəsizlik, boşluq taxıllığın içində bir yəsiz sahibsiz bir qadın yaşayır. Ona yemək verməyə gedirsiniz. Hər bir insanın sahibi Allah'dır. Etdiyiniz, tutduğunuz qabağınıza çıxdı. O sahibsiz kadına yenə dəstək olun, kömək olun. Allah da sizə dəstək, kömək olar. İnşallah, Allah deyən olsun. İndən belə xoşbəxtsən, indən belə o balaca oğlanı böyüdüb başa çatdırarsan, xanımın da üzü gülər, özün də üzün gülər. Bir daha xəstəlik eşitməyəcəksən, görməyəcəksən.